Evet, aparatımızı işe salırıq. Aparatımızı inqaat aparatını ısıtdıq. Toyuq yumurtaları ilə birləşmiş yumurtalarını inqaat aparatına yükləyəcək. 25 olduğu üçün ikisini də ayrı. Yumurtalarını yüklədik. Bunlar təbii böləcəmdir. Çıxma fərqi yoxdur. İstər düşə işin amma təbii böləcəm. Siz heç bir antibiotik, heç bir iynə istifadə edilməyəcək. Hərəkətdə olsun. İsti yavaş qalxacaq. 38 57'dən əmişlik qoyuram. Yumurtanın seçimi qramından və çıxım cədvəli. Bir də belirtinlə çıxma hamısını şey edəcəm. İstilinləmişdir. Belirtinlə. Çıxımda o 7-5'ini sayılır. 7-5. Bildirsinlər neyini bax qoyun. 4 gün əvvəl qoymaq olur, amma baxıram burada mən fikirləşdim ki, indi bir əvvəl qoysam daha yaxşı gəlir. Çünki bildirsin ilk gündən 38 dərəcə qoydu istiliyi, nəmişli 57, demək o ki faiz yaxın gəlir. Nəmişli ki 38'ə toyuğu yeni qoyub satmaq olar. Bildirsəm 7, 12, 37, 8, demək o ki üstə düşür. 5%'dan yenə düşür. Burada yenə çıxımda 37, 7, 6 qoysam, mən də burada 1 dərəcə qalxır yuxarı düşür istilik. Yəni yenə ki 37, 7 ilə 6 ilə qoyub 37, 7 ilə 6 ilə yenə bu tamamlanacaq. 37, 6 toyuqda, bu da 37, 7 tamamlanır. Və toyuqda çıxımda 37, 2 olur, toyuğu 37, 5 ilə çıxartmaq mümkündür. Amma bir dəfə 37, 5 ilə çıxaracam. Daha tez çıxsınlar deyirəm də ki, içəridə çox boğulma da olmasın deyə. Hamısı yeni vaxt çıxanda daha yaxşı olur. İsti çoxanda hamısı yeni vaxtdır. 2 gün ərzində hamısı çıxacaq. Keçən dəfə 25 günə çıxan oldu məndə, gecikir. Yuxarıda yaxşı, aşağıda belə gecikir isti. Hərəkətdə olsun. Birlisindən 17 günə çıxır. 17-ci gündə fırlamanı dəyəndəndə toyuq 21 günə çıxır. Yuxarıda aşağı çıxma alırıq birlisinləri. Yuxarıda fırlama dayanmır, yenə davam edir. İkinci mərtəbə işləyirəkdir, birinci mərtəbəsi də çıxım olacaq. Aparatımız universaldır. 220-12 voltdan işləyir. Poldan yuxarı olmalıdır. Su eləmək üçün yerləri polici olmalıdır. Yumurtanı kontrol etmək üçün plus yuxarı qaldırır, aşağı məsəl üçün fırlamağa bax, fırlama iş salır. Görürsünüz, içəri fırlama iş salır. Aşağı, isə yuxarı qaldırır. Yavaş qalxır. Toyuqda ən yaxşı çıxım fevral, mart ayı, yanvar, fevral, mart ayı daha yaxşı çıxım inkişaf edir cölə çıxanda. İsti vaxtı ümumiyyətlə çıxartmaq düzgün deyildi. Yəni pişir də cölə yaxşı inkişaf eləmir. Yenə də qoymaq olar. Yumurtanın mayasını deməli sarının üzərində ağ olanda yumurun mayası olur. Deməli sarısını ağın bağlayan yumurtanın şalaz bağları deyilir, ağ olan. Qan ləkəsi olanda, qan olanda isə o damar çatlamasından streslənməyə gəlib ötəri keçib gedəcək o. Yəni qorxusu yoxdur. Əvvəlki çəkilişlərimdə bu arada var, mayaların görüntüsü haqqında. Buradan baxıb izləyə bilərsiniz. Toyuqların küçülməsi üçün əvvəlki videolarım da var. Qıcqırmış, acımış xamlı beyaz tez küt düşür. Yumurta toğatanda çiğ düyü verirsiniz. Onunla bir yerdə günəş almalıdır mütləq şəkildə D vitamini, yaşlı otlar, kalsium, A, B, K vitaminləri verməlisiniz ki, toyuğun kütləsinin
Yavaş bərkitsin. Yumurta hissəsində tur ata bilər. Kalsium çatışmamadan ata bilər. Toyuq cüzələri haqqında əvvəlki videolarımda qeyd eləmişəm. Hansı yemlər, hansı vitaminlər, hansı antibiotiklər, rasyotalar, göz burun damcısı haqqında, H vaksin haqqında, nə vaxt vurulur, hansı yemləri təbii üsulla və vitaminlərlə saxlama haqqında birinci gündən 2 ayına kimi çəkiliş eləyib videoları əvvəlki şeyləri izləyə bilərsiniz. Yəni orada var, birləşdirmişəm. Burada baxa bilərsiniz, izləyə bilərsiniz. Bildirsinlər tez böyüdüyü üçün 7 gündən başlayır yumurtlamağa. Ona görə bildirsinlər mən may ayını kimi qoymaq, yəni satmaq olur. Yəni iyun 15-nə kimi satmaq olur. Zaten çıxmıyorum olur. Biraz zəif çıxsalar da məsəl üçün. Amma yenə də çünki heç bir vitaminsiz antibiotik böyüdüyəm. Ehtiyac yoxdur yəni. Ona görə saxlamaq mümkündür. Satmaq mümkündür. İnkubator aparatına su tökəndə çalışın iri su tökün. 35 dərəcə isinsin su. Yəni iri su töksə daha yaxşıdır. Qarama getməsin. Bizə inkubator aparatından çıxandan 8 saat sonra bir gün saxlamaq olar. Yəni 2 gün də qalar. Çünki nə qədər şey qalsa gec yığsanız, hamısı eyni vaxtda yığanda daha yaxşı. Yəni ikisi hamısı eyni vaxtda yığanda eyni inkişaf gedir. Birini yığırsınız qoysa bir gün üçün qabaq, sonra o birisi balda qalırlar, inkişafdan qalırlar, zəif qalırlar. Bir sıqa, 2 sıqa saxlamaq olar. Bir gün yəni gün yarım saxlamaq olar. Eyni vaxtda yığılsa daha yaxşıdır. Hamısı eyni vaxtda. Daha məsləhətdir. Bunları inkubator aparatından əmişlik düz göstərmir. Yəni arzu 17% göstərmir. Birazcık fazla işin olmaz. Zəyan yoxdur. İlk gündə yumurtalar şokda olduğun üçün ona görə iş tələsi gəlmir. Əmişliyin qalxmanı sonra tədricən gələcək. Nəyə görə iri su tökülür istidə yəni? Yoxsa buxarlanma getmir. Yumurta görsənsə mən buxarlanma yox, tərləmə yoxdur. Ona görə soyuq tökəndə istinə soyuq qarşı buxarlanma gedir. Ona görə iri su tökülür. Təşəkkürlər. Bugün aprel ayının 14-ü 2025-ci il. Hamının təsərrüfatına ruzi bərəkət yetirsin. Hərəkətli olsunlar.